İnsanlar bir qərara gələ bilmirlər. Allah nə deyir, kimə necə sərf edirsə də istifadə edir, danışır. Bax dostum, insan niyə özü sərf eləyəni desin? Məsələn, mənim marağım nədir? Bax, bunu açıb danışmaqda sizdən bir qəpik pulmu istəyirəm? Sizdən dəstəkmi istəyirəm? Sizdən gəlib mənə nə bilim nə isə verməyinizi mi istəyirəm? Sizlə bağlı nəsə bir mənfəətim mi var? Bunu elədiyim zaman mən məşhurlaşırammı? Bunu elədiyim zaman mənim vəzifəm mi artır, nə bilim nəyimsə artırmı? Xeyr. Əksinə bunları dedikcə həqiqətlər acı olduğuna görə bəzi həqiqətləri mənimsəyə bilməyən insanlar özlərinə düşmən görürlər. Bəzən insanlar səninlə belə fərqli şəkildə yanaşırlar. Çünki bu sözləri ilk dəfə eşidirlər. Bəzi məsələlər var ki, ilk dəfə düşünürlər. Mənim məqsədim sizdə sadəcə sual yaratmaq və sizi araşdırmağa meyl etdirməkdir. Çünki bu günlərim Elşad var, sabah yoxdur. Bunun əvəzində nə olacaq? Sabahlarım siz özünüz Elşad olsa da olmasa da mövcud olan Quran tərcümələrindən baxanda bunu sorğulayacaqsınız. Gözü yumulu şəkildə, necə gəldiyi şəkildə bunu qəbul eləməyəcəksiniz. Çünki ötən gün bir dostumuzla oturmuşduq bir yerdə söhbət edəndə bir nəfər dedi ki, mənim bu günlərim həyatımda çox mühüm rol oynayırsınız. Nəyə görə bunu dedi? Mən biraz fərqli demişdim, fərqli başa düşdüm. Dedi, çünki bu günlərim dindən danışan insana deyirəm ki, mənbəyini göstər. Quranda yazıldığını göstər mənə. Belə bir şey varmı? Mənə nağıl danışma deyə bilirəm. Halbuki özü, məsələn, Bakı kəndlərindən biri və qatı, müəyyən bir məzhəbə mənsub olan insanların arasında yaşadığını qeyd edirdi. Yəni, ona görə bunları bizim istədiyimizdən də sorğulamaq. Siz artıq istəsəniz də, istəməsəniz də, bu günlərim artıq bizim gənclərimiz süni intellekt dediyimiz, bir yerdə ChatGPT-dən, bir yerdə DeepSeek-dən, bir yerdə Gemini-dən, nə bilim, bunlardan istifadə edirlər. Artıq onlar sizin, bizim dediklərimizdən daha çox bilgiyə, informasiyaya sahibdirlər. Bu məlumatlara onlar artıq bizdən bəzən asılı olduqlarından görə müəyyən bir məsələdə cavab vermirlər və yaxud üstündən keçirlər. Amma bunlar özləri sabah araşdırdıqları zaman sabah müstəqilliklərini, yəni iqtisadi azadlıqlarını təmin edəndən sonra bizim dediklərimizlə razılaşmayacaqlar. Çünki niyə? Bizim dediklərimiz onlara arxaik gələcək, geridə qalmış gələcək. Amma onlar bunlara həqiqətən ağılla, məntiqlə, Quranın məntiqinə uyğun, Quran ayələrinin bir-birini izah eləmə formasında gördüyü zaman, bəli, bu kitabın həqiqətən Allahdan olduğunu bilib, ona görə də bu kitabı özlərini bir bələdçi olaraq qəbul edəcəklər. Məsələ budur.